hər bir yerdə, yer üzərində Allahı tanımağımız üçün dəlil və sübutlar var. Amma yetər ki, biz yəqin əhlindən olaq və ibrət götürənlərdən olaq. Allah Teala buyurur və fil ərzi ayatun lil muqinin. Yer üzərində məni tanımaq istəyənlərə, yəqin edənlərə dəlillər, sübutlar var. Hətta Sədi Şirazinin Gülüstan əsərində belə bir beyti var. Hər qiyahi ki əzzəmin rüyəd, vəhdəhu la şərikə ləh qüyəd. Hər bitki ki yerdən çıxır, hər qiyahi ki əzzəmin rüyəd, vəhdəhu la şərikə ləh qüyəd. Allahın təkliyini, tohidi təsdiq edir. Ərəbi bilən əzizlərimiz bilir, ərəb əlifbasında lə hərfi, lə iləhə illallah yazı qaydası 2 haçalı, bəli, əlif və ləmdən ibarətdir. Və baxsaq, yerə düşən bütün bitkilər, yeyiləcək və yeyilməyəcək, yerdən çıxan bütün bitkilər ilk öncə 2 qulaqlı, yəni 2 haça, həmin o gövdəsi yerdə 2 yarpaq ki, həmin lənin işarəsidir. Hər qiyahi ki əzzəmin rüyət, hər bitki ki yerdən çıxır, yerdən çıxan bütün bitkilər vahdəhu lə şərikə ləh qüyəd. Yəni, əsl həqiqətdə Allahın təkliyini, Allahın həqiqi varlıq olduğunu isbatlayır. Baxsaq, yəni bu kainatı yaradan bir Allah var deyə, o bizə işarələr və müəyyən bir yollarla ona çatmaq üçün ibrət götürəcəyimiz, ibrət alacağımız hadisələri bizim qabağımıza çıxarır. Amma xoş o şəxsin halına ki, o yəqin əldə ediləcək nələrsə ibrət kimi götürüb və öz həyatında dönüş edib, tövbə edib, etdiyi əməllərdən istiğfar edib Allaha dönsün.